Bugün bir çoxlarının, ailələrin, fərdlərin qayğıları, çətinlikləri, problemləri var. Maraqlıdır, əgər bu insanlar prezidentlə görüşsəydi, ondan nə istəyərdi? Obyektiv TV'nin Xalq Nədir verilişi bugün vətəndaşlardan prezidentdən nə istəyərdiniz sualını soruşacaq. Pul. Prezident nə? Prezident nə istəyər? O nə verir ki də istəyək bizi? Heç nə istəməzdim. Elə deyəli baxardım üzünə. Kimlə? Prezidentlə. Demokrasiya istərdim. Prezidentə can sağlığı arzulardım, bir də işlərində uğurlar. O gözəl bizim prezidentimiz, ona görə ki, maşallah görürsünüz də, günü-gündən şəhərimiz gözəlləşir, məktəblər tikilir, bəzi yerlərdə təmir işləri gedir. Ne istərdim? Ümumiyyətlə, razıyam, bugünkü günə razıyam ben. Ona mən sağ ol deyərdim. Bizim prezidentimiz yaxşı prezidentdir. Görürsünüz bu tikintiləri zaten hamısı prezidentin sayəsində olubdur hamısı. Gələ-gələ cəmaatın da vəziyyətini yaxşılaşdırır. Mən ona təşəkkür edirəm. Mən ondan çox arzulayardım görüşüm. Nə istərdin ona? Çünki gör nə gözəl, 20 ildir mən burada yaşamıram, xaricdə yaşayıram. Gör nə gözəl işlər burada görülübdür. Hansı ölkədə? Mən Belgiyada yaşayıram. Halal olsun ona. Başqa heç istəyim yoxdur. Prezidentdən nə deyim mən? Nə istəyərdim? Mənzil yaxşı. Sizin prezidentlə görüşmə imkanımız olsaydı? Mən danışamıyorum xanım. Am səsim yoxdur. Boğazım tutulub səsim yoxdur deyirlər. Ondan nə bilim, gərək fikirləşim. Prezidentlə görüşmə imkanımız olsaydı ondan nə istəyərdiniz? Kiminlə? Prezidentlə. Mən kimlə ona məsləhət verim? Məsləhət verməyin. Sadəcə siz özünüz də istəyirsiniz. Fəryadak olsun, rüşvətxor yığışdırsınız. İstəyərdim ki, torpaqlarımızı alsın, versin. Heç sağlığın, sağ ol. Bilmirəm. Görüşmə imkanımız olsaydı ondan nə istəyərdiniz? Prezidentlə görüşmək ona can sağlığı arzulayardım. Ancaq can sağlığa. İmkansız insanlara kömək eləsin. Prezidentə can sağlığı istəyərdim, boş görüşünə. Ondan ancaq torpaqlarımızın azad olması. Hər şey Allah şükür var da. Nə istəyəcəklərəm ki? Döydü ona da. Mən bir söz deyərdim. Prezidentlə görüşsəm nə istərdim? Sovet devrindən qalan bütün pulların verilməsin. Nainki 91-ə qədər. 92-93 cəmaatın pulları var orada, onlar heç biri verilmir. Nəyə görə verilmir, onu soruşardım. Can sağlığı. O çox böyük məmnuniyyətli, o yaxşı olardı. Nə istərdin? Yox, heç nə istəməzdim. Amma prezidentə görsəydim bir əl uzadıb salam vermək böyük şərəf olardı. Heç nə istəmirəm. Nə görə? Heç istəmirəm də. Heç bir şey istəyəməzdim. Çünki istəsəydim çünki verməyəcəkdilər. Vallahi iş yeri istəyərdik, dolanışıq istəyərdik. Məsəl üçün, iş yerləri olsun işləyək, belə şeylərdə. Can sağlığı. Ona da, hamımıza da. Can sağlığını prezidentdən istəyəcək. Yox, vəbşə ona deyirəm can sağlığı. Bizə də can sağlığı. Hər şey yaxşıdır, şükür Allaha. Bilmirəm, onu da bilməyəcəm başda. Bilmirəm xanım, mən incimin sağ olun. Prezidentdən sadəcə olaraq təşəkkürümü bildirərdim və bugünkü günümüzə görə. Çünki şəhərimiz çox abad vəziyyətdədir. Sizi sadəcə şəhər maraqlandırır? Şəhər deyəndə ki, belə şikayət demək olar ki, yoxdur. Şikayətiniz yoxdur? Yoxdur, belə şikayət. Heç bir. Yox, belə şikayət yoxdur. Məndən yox. Mənim o imkanım olmaz da. Nədən oldu da? Yox, ehtiyacım yoxdur. Heç nə istəməzdiniz prezident? Yox, deyərdim can sağlığı olsun, bir də dünyamız salamat olsun. Heç bir şey. Heç nə istəməzdiniz? Yox. Hər şey normaldır. Gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasını. Ondan, nə bilim, hər şey.
Hər şey. Əvvəl Qarabağın xilasını istəyərdik. Sonra da ki işsizlərə iş. Nə bilim baba. No comment.